Mən yerdə heç yaşaya bilmərəm. Hələ bu ayda da ölüb gedəcəm. Sıx küçələr, keçilməz yollar, dar məhəllələr. Bəli, biz hazırda paytaxtın Bayıl qəsəbəsindəyik. Müəyyən vaxtlarda sosial şəbəkələrdə burada müxtəlif videolar paylaşılır. Biz də istədik ki, ümumiyyətlə buranın yaşayış tərzi, keçmişi, tarixi ilə maraqlanaq, görək insanlar burada nə vaxtdan məskunlaşıb, indi necə yaşayırlar. Neçə ildir burada yaşayırsınız Bayılda? Ömür boyu. Neçə yaşınız var? 67. 67 ildir Bayıl küçələrində hərəkət edirsiniz, gəzirsiniz, dolanırsınız. 49'u qurtarmışam. Orada bizlə çox uşaqlar oxuyan var. Eyüp, məndən biraz aşağı sinifdə oxuyub. Köhnələrdən heç az adam qalıb. Bəs bu 67 ili Bayılda bir gözün qabağına gətirəndə film kimi keçir də, lent kimi. Çox şey dəyişir. Əlbəttə çox şey dəyişir. Bu yollar bu boyda deyildi ki burada. Burada biraz enli yollar idi. Əlbəttə dəyişib. Təzə evlər tikilib. Burada çoxdan yaşayırsınız Bayılda. 78'in yaşıyor. Bayılın köhnəsində görmüsünüz, bugün də görmüsünüz. Bəli. Çox dəyişiklik var yoxsa? Çox dəyişikliyi var. Evlər yatlar tikilib, yollar yatlar çəkilib. Amma baxırıq ki, indi hazırda keçmiş də var burada həm də. Hə, pilləkən çoxdan çəkilib. Belə deyək də, siz o keçmişin tərəfdarı yoxsa bugünün? Keçmişi. Müasirləşir, dəniz bağlanır. Əvvəlki Bayıl o mənadakı tikililər yaxşıdır, var, amma dənizi bağlayırlar. Əvvəl buradan hər şey görükürdü, indi görükmür. Köhnə Bayıldır da yaxşı yerdir. Mən deyərdim, şəhərdə ən gözəl yerlərdən birincilərdən biridir. Hər şey deyirsiniz, yenilənir, dəyişir. İnfrastruktur normaldırmı? Normaldır. Yollar babatdır. Su var, qaz var, işıq var, hər şey var. Şəhərə yaxın, mərkəzə yaxın. Hər bir şeyə yaxın bir ərazidir. Yəni Bayıl sizin üçün bugün doğmadır. Bayılı yəqin şəhərin başqa yerində dəyişməz. Yox, elə bir yer yoxdur. Biz bayaqda müşahidə edirik, burada sıx küçələrdir, dar məhəllələrdir. Yəni bu məhəllələrdə yaşamaq belə sıxmır sizi? Yox, biz öyrəşmişik, düzdür. Yollarda biraz sıxlıq var, hərəmiz 1 metr, 2 metr çıxmışıq. Amma yenə də öyrəşmişik biz bura, yox. Bugün Bayılə şəhərin mərkəzinə keçmişlə gələcəyin qovuşduğu məkan da demək olar. Bəli, bir tərəfdə yeni tikililər, göydələnlər, digər tərəfdə isə keçmişi, tarixi özündə əks etdirən köhnə tikililər, köhnə evlər. 43 il olar belə yaşayıram mən burada. Vaxt var idi, heç bura taksizət də qalxmırdı. Sonra adam az idi, yaşayış az idi. İndi isə cəmaət yaşayır, çoxdur yaşayış. Məsələn, suyumuz o vaxt olmayıb, indi məsələn suyumuz var. İşığımız məsələn yaxşıdır. Bir ikinci ki, bura ən gözəl yerdir, ən səfalı yerdir. Buradan bax, dənizə baxırıq, hər yer, təmiz hava, hər tərəfli yaxşıdır. Əvvəl məktəbdə pioner lagerlər var idi. Bizim həyətdə məsələn pioner lager idi. Uşaqlar gəlib oynayırdılar, məktəbdən gəlirdilər, oynayırdılar, eləyirdilər. Əvvəlki Timking idi. İndi Əlibəyev qardaşları. Belə də axşamlar da yaşlılar domino oynayırdılar. Belə bir şeylər vardı. Bayıldı belə deyə söküləcək deyirlər, plana düşüb deyirlər. Deyirlər 2 baba 6-cı bayıldan yol olacaq. Gəlib gediblər, güya ki, bilmirəm indi. Belə də səssiz küydür. Güya 6-cı bayıldan tras olacaq, sağ tərəfi. O tərəfi. Bəs bugünün Bayılı ilə belə deyək, razısanmı? Bəyənirsən bugün Bayılı? Əlbəttə mən yerdə heç yaşaya bilmərəm. Hələ bu ayda da ölüb gedəcəm.